çıxaracaq. İrana beynəlxalq təzyiqlər olsa, yəni müharibə olsa İranda, Azərbaycana çoxlu qaçqınlar gələcək, məcburi köçkünlər gələcəkdir. Azərbaycanın vəziyyəti çətinləşəcək. İranda vəziyyətlə Putinin elə gücü yoxdur ki, İrana bir təsir etsin, ya İrana bir kömək etsin. Məsələn, Amerika Birləşmiş Ştatları, İsrail İranı bombardman etməyi qərarı alsa, Rusiya buna heç bir şey edə bilməyəcək. O ki qaldı, əgər İran bombardman olsa, Azərbaycana qaçqın gələcək. Mən hesab edirəm ki, əgər İran bombardman olsa, amma Amerikanın bugünkü silahları o İraq müharibəsindən o qədər fərqlidir, o qədər inkişaf edib ki, tamamilə başqa müharibə olacaqdır. Gördünüzmü? Liviyada Amerika silahı nə cür işlədi? Havadan işlədi, qoşun daxil etməyə ehtiyac olmadı. Amerika dəqiq silahları İranın bütün nüvə obyektlərini və deməli, əskəri obyektlərini sıradan çıxaracaqdır. Əhaliyə toxunmayacaqdır. Bu, Rusların Groznını bombardman etməsinə oxşamayacaqdır. Kavrovaya bombardirovka deyirlər, yəni xalça bombardmanı. Yəni, bütün dinc əhalinin yaşadığı evlərin bombardmanı. Amerika İrana heç vaxtı ən pis variantda da belə addım atmaz. Ona görə İranda əhali salamat qalacaqdır və heç yana qarşı verəməyəcəkdir. Evlərində oturacaqdır. Və İran hakimiyyətindən narazı olub ki, niyə görə bizim bu qədər malımız, pulumuz hədərə getdi, nüvə deməli, projələrinə getdi. Ola bilsin ki, hakimiyyətin əleyhinə çıxışlar da ola bildi. Bu cür zərbənin sonucu. Bunu indidən demək olmaz. Başqa variant da ola bilər. Məsələn, xalq öz rəhbərliyi ətrafında toparlana da bilər. Bunu da məsələn hesablayırlar. Pentagonda da, İsraildə də, Avropada da, NATO'da da. Amma ki, Rusiyanın İrandakı vəziyyətə heç bir təsiri ola bilməyəcək və ola da bilməz.